Salyanda orta məktəb şagirdləri arasında kütləvi zəhərlənmə olub. Məlumata görə zəhərlənənlərdən 14-ü şagird, 6-sı isə məktəbin əməkdaşıdır. Salyanda məktəbdə şagirdlər tüstüdən kütləvi zəhərləniblər. Zəhərlənmə hadisəsi Yuxarı Noxudlu məktəbində baş verib. Qeyd edək ki, sinif otaqlarına sobalar ötən gün quraşdırılıb. Söhbət məktəbdə şagirdlərin isinməsi üçün istifadə olunan pelet sobalarından gedir. Sobanın tıxanması tüstülənməyə səbəb olub. Halbuki bu sobadan məktəbin istilik mənbəyi kimi istifadə olunması da yanlışdır. Çünki sakinlər deyir ki, məktəb üçün istilikxana tikilsə də ondan istifadə olunmur. Pelet sobasının istilik mənbəyi kimi istifadə olunması 20 nəfərin tüstüdən zəhərlənməsinə səbəb olub. Hadisə zamanı 2 övladı zəhərlənən Alim Xudayev bildirib ki, hadisə barədə ona gələn telefon zəngindən sonra xəbər tutub. Müəllim heyətləri zəng vurdu ki, uşaqlar belə qəm qazından zəhərlənib. Gəlmişik, biraz xor ilə gətiriblər. İndi Allah'a şükür normaldır. Salyan rayon mərkəzi xəstəxanasından bildirildi ki, pasiyentlərin hər birinə zəruri tibbi xidmətlər göstərilib. Onlardan vəziyyəti stabil qiymətləndirilən 9 nəfər ambulator müalicə üçün evə buraxılıb. 14 şagird, 6 texniki işçi, 15 nəfər qadın olmaqla, 5 kişi olmaqla tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya olunmuşdur. Pasiyentlərin hər birinə zəruri tibbi xidmət göstərilib. Onlardan vəziyyətləri stabil qiymətləndirilən 11 nəfər evə ambulator müalicəyə buraxılmışdı. 8 nəfər, 9 nəfər hal-hazırda müalicələr davam etdirilir. Vəziyyətləri stabildir. Şirvan Salyan Regional Təhsil İdarəsindən isə bildirilib ki, baş verən hadisə daha böyük faciəyə səbəb ola bilərdi. Əgər məktəb tərəfindən vaxtında tədbir görülməsəydi, təhsil ocağında əvvəlcədən yanğın təhlükəsizliyi ilə bağlı görülən tədbirlər sayəsində hadisənin yayılmasının qarşısı alınıb, şagirdlər və müəllimlər təxliyə planına uyğun olaraq təhlükəsiz yerə təxliyə ediliblər. Aidiyyatı qurum tərəfindən hadisənin səbəbləri araşdırılır. Yaqub Mehdioğlu, Vüqar Qaliboğlu, Fidan Səfərspayiz, Xəbər, Salyan.